Xoş gördük sizi, əziz dostlar, dəyərli kitab sevərlər. Sizi Bakıdan Samur qəzeti redaksiyasından salamlayıram. Çox şadam ki, yaradıcılığıma dəyər verən insanlar arasında Sumqayıtlılar çoxluq təşkil edir. Mən Qusar rayonunda anadan olmuşam. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, Sovet kəndi, Azərbaycan, Günay qəzetlərində jurnalistika fəaliyyəti ilə məşğul olmuşam. Samur qəzetinin redaktoru kimi fəaliyyət göstərirəm. Bu qəzet öz səhifələrində ləzgi, Azərbaycan və rus dillərində materiallar çap edir. Qələm mənim ayrılmaz dostumdur. Mən qələmsiz bir gündə yaşaya bilmərəm. Bu vaxta kimi 29 kitabım nəşr olunub. Bu kitablara mənim şeir və poemalarım, hekayə və povestlərim, romanlarım daxildir. İnsan ürəyinin dərinliklərində həmişə dilə gətirə bilmədiyi gizlin sözlər, gizlin mətləblər, gizlin arzular olur. Biz yazıçılar məhz həmin arzuları dilləndiririk. Həyatımın ən çətin, ən ağır anlarında, günlərimin ən xoşbəxt çağında, həyatımın ziddiyyətli vaxtlarında mənim ən böyük sirdaşım qələm olub. Məni başa düşən, məni anlayan, mənim hisslərimdən, mənim düşüncələrimdən, mənim fikirlərimdən baş çıxaran, mənə sirdaş olan məhz oxuculardır. Və mən həyatda həmişə onunla fəxr eləmişəm ki, ən böyük dostlarım, ən sədaqətli, ən vəfalı dostlarım mənim oxucularımdır. Bilirsiniz, kitablarda yalan danışmaq mümkün deyil. Ümumiyyətlə, yalandan, təmiz hisslərdən, ülvi duyğulardan danışmaq mümkün deyil. Gərək o qədər həmin hissləri öz içindən keçirəsən, o qədər o hisslərlə yaşayasan ki, oxucuları inandıra biləsən. İlk povestim Səssiz Haray necə yaranıb? Uzun illər əvvəl mən qocalar evində olmuşam. Orada övladları tərəfindən tərk olunmuş insanların həyatlarını öz gözlərimlə görmüşəm. Onların dərdlərinə şərik olmuşam. Onların keçirdiyi hissləri onlarla bərabər yaşamışam. Bir həftə orada qaldıqdan sonra ürək ağrısı ilə silsilə yazılarla Dövr mətbuatda çıxış eləmişəm. Lakin sonra ürəyimin ehtiyacı ilə povesti qələmə almışam və mənim ən çox sevilən əsərlərimdən biri də Səssiz Haray olub. Hal romanını yazmaqdan ötürü illər boyu meşə təsərrüfatı işçilərinin çətin və keşməkeşli həyatı ilə maraqlanmışam. Təbiət mənim yaralı yerimdir. Hardasa bir ağac kəsiləndə elə bilirəm ki, mənim ürəyimə xəncər vurulub. Və həmin hisslərlə mən hal romanını qələmə almışam. Hal romanı insanın daxilən saflaşması, daxilən təmizlənməsi, mənəviyyatın maddiyyat üzərində qələbəsi mövzusuna həsr olunmuş bir əsərdir. Ümumiyyətlə, mənim əsərlərimin qəhrəmanları mənən zəngin insanlardır. Mənim məqsədim insanı daxilən zənginləşdirmək, onu insan hisslərinin ülüliyinə inandırmaqdır. Bura bəzi kitablarımı düzmüşəm. Bu kitabların hər biri mənim üçün əzizdir. Qusar, Qusarlılar. Bu kitabın üzərində mən 15 il çalışmışam. Bu kitab Azərbaycan və ləzgi dillərinin biliciləri üçün, həm də Azərbaycan etnoqrafiyasının aşiqləri üçün gözəl bir töhfədir. Dünən mənim Думаю Узоры, Düşüncələrimin Naxışları adlı kitabım Azərbaycan nəşriyyatında çapdan çıxıb. Bu sadəcə 29-cu kitabımdır. Qoy indi deyəcəyim şeir bu görüşdən yadigar olsun. Yağ yastığa, lizginka dal iliga, i maqam dey alamat diskiliga, daldam dey nizürne dey vanatayla, adanava zidamara hatayla, çil zurzada, zikoçeri zörqöda,
şadcıdısın, zivileriz körgöda. Yağ yastığa, lizgin qadal iliga, viyalavdıq kükürazun aluga, el kuyrazun, gel kuyrazun galuda, vili der zirikelay aluda. Bir hava çal qardaşım, bu havanın ruhunu al qardaşım. Qanadlansın lizgin qanın avazı, unuttursun dərdi, qəmi, ayazı. Qol götürüb qoca, cavan oynasın, cuşa gəlib damarda qan oynasın. Dəyərli oxucularım, əziz kitab sevərlər, biz yazarlara siz işıqsız. Siz kitablarımızı oxumasanız, biz kimdən ötürü yazarıq? Siz varsınız deyə, siz dəyər verirsiniz deyə biz yazırıq. Sizə arzulara aparan yollar arzu edirəm. Qoy yollarınız sizi yormasın, qoy arzularınıza rahat çatasınız.